Göllər quruduldu, ərazisi zəbt edildi, ölkə başçısına məruzə olundu. Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan göllərin bir hissəsinin son illərdə qurudulması intensiv yağışlar zamanı su basma riskini artırır. Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur və bu göllər təbii olaraq su toplayıcı funksiyaya malikdir. 2014-2025-ci illər ərzində bəzi hallarda qeyri-qanuni, bəzi hallarda isə plansız genişlənmələr nəticəsində bir sıra göllər qurudularaq ərazilər zəbt edilib və həmin sahələrdə tikintilər aparılıb. Bu isə intensiv yağışlar zamanı həmin bölgələrin su basmaya məruz qalmasına səbəb olur.